İctimaiyyətdə müzakirə edilən məsələlərdən biri də yollarda olan sıxlıqla bağlıdır. Belə ki, bir çoxları tıxacın yaranmasında Sabit Nəqliyyat naziri Ziya Məmmədovu günahlandırır. Bildirirlər ki, onun nazir olduğu dövrdə görülən işlərə nəzarət olmayıb. Məsələ ilə bağlı Qlobali Fokus Ziya Məmmədovla əlaqə saxlayıb, o deyilənlərin əsassız olduğunu vurğulayıb. Onu deyən adamlar ağıllarını biraz dərindən işləsələr, onları düşündürən sualın cavabını mütləq tapacaqlar. Deyilənlər cəfəngiyatdır. Ağıllarını işə salıb görsünlər ki, kimin vaxtında hansı işlər görülüb. Sabit nazir paytaxtda olan tıxacın səbəbi barədə məsələyə bu cür aydınlıq gətirib. Bakı şəhərinin tikintiləri küçələrin tələb edilən səviyyədə genişlənməsinə imkan vermir. Başqa tərəfdən də Azərbaycana daxil olan nəqliyyat vasitələrinin müqayisəsinə baxmaq lazımdır. Bunları müqayisə edəndə sualın cavabı da tapılacaq. Ölkə başçısının qərarı ilə mən çalışdığım vaxtlarda Bakıda işlər görülməsəydi, bugün paytaxt nəqliyyat baxımından ümumiyyətlə iflic vəziyyətinə düşərdi. Görülən işlərin miqyasına nəzər yetirsinlər, bəni tənqid edənlər məsələni araşdırdıqdan sonra gedib, ağıllarını inkişaf etdirsinlər.